Psixoloji zorakılıq bəzən gizli, bəzən isə aşkar şəkildə baş verir. Lakin istənilən halda psixoloji zorakılığa məruz qalırıqsa, bunun nəticəsi eynidir. İnsan özünü qorxmuş, tək və alçaldılmış hiss edir. Psixoloji zorakılığı tanımaq üçün bir neçə vacib əlamət var. Biri əgər daim sizi tənqid edirsə, təhqir edirsə, fikirlərinizi kiçildirsə və sizə qarşı hörmətsizlik edirsə, bu artıq daha ciddi bir məsələdir. Bu psixoloji zorakılıqdır. Məsələn, sizə qarşı sən heç nəyə yaramırsan, hər şeylə düzünü mən bilirəm, sənin fikirlərin heç kimə maraqlı deyil kimi ifadələrlə hücum etməyə çalışırsa, bu psixoloji zorakılıqdır. Bəzən zorakılıq günahlandırma şəklində olur. Qarşı tərəf məni bunu etməyə sən vadar etdin, bunlar hamısı sənin günahındır deyib günahı öz üzərindən qarşı tərəfin üzərinə atır. Və bu hal psixoloji zorakılığın ən təhlükəli tərəfidir. Bu hallara daim olaraq məruz qalan bir qadın getdikcə bütün günahın özündə olduğuna inanmağa, öz inamını itirməyə və özünü günahlandırma düşüncələri ilə boğuşmağa başlayır. Əgər bir münasibətdə sevincdən çox qorxu yaşayırsınızsa, bu artıq bizim üçün çox ciddi bir siqnaldır. Psixoloji zorakılıq görünməsə də, insanda ən dərin yaralar qoyan bir zorakılıq növüdür. Əgər bu sadaladığımız hallarla rastlaşırsınızsa, unutmayın ki, yardım bir telefon qədər yaxındır. 116-111 qadın dəstək xətti ilə əlaqə saxlaya bilərsiniz.